Axşamınız xeyirli olsun değerli izleyicilerimiz. Xırdalan şəhərindəyik. Tam mərkəzində McDonald's'un yanında gözəl bir binamızdan gözəl bir mənzilimiz satışa çıxıb. Gördüyünüz bu gözəl binada 116 kvadratlıq bir mənzilimiz satışa çıxıb. Mənzilimizin çəkib təqdimatını edəcəm sizə. Xırdalan şəhərinin tam mərkəzində yerləşir. Dəyərli müştərilərimiz keçək mənzillərin yaxından tanış olaq. Mənzilin daxilindəyik dəyərli izləyicilərimiz. Videonun əvvəlində göstərdiyim kimi yerləşmə yeri Xırdalan şəhərinin tam mərkəzindədir. Radnoy 3 otaqlıdır. Ümumi sayısı 116 kvadratdır. Mərtəbə ideal bir mərtəbədir. Dəyərli müştərilərimiz, qanuni 3 otaqlı mənzil kimə lazımdırsa, səhifəmdə əlaqə nömrəsi var. Mənimlə əlaqə saxlaya bilər. Bu gördüyünüz eyvan hissəsi boybaş binanın bütün otaqlarına mətbəxdən çıxışı var. Dəyərli müştərilərimiz, əla bir mənzildir. Allah alana da, satana da xeyir versin. Qanuni 3 otaqlıdır. Kupçası əldədir, ipoteka tam yararlıdır. Mətbəxini göstərən belə bir geniş mətbəxi var. Bahalı mətbəx mebeli quraşdırılır, dəyərli müştərilərimiz. Gördüyünüz kimi, mətbəxindən də eyvanla çıxışı var. McDonald's'dan üzbəyiz. Xırdalan şəhərin tam mərkəzidir, dəyərli müştərilərimiz. Burada da belə bir gözəl geniş yataq otağımız var. Radnoy 3 otaqlıdır. 3 otağının 3'ü də genişdir, əlverişlidir. Dəhliz hissəsini görürsünüz. Otaqlara bölgü dəhliz hissəsindəndir. 2 sanitar qovşağı var. Ayrı-ayrı orada dəyərli müştərilərimiz. Gördüyünüz kimi burada belə bir gözəl sanitar qovşağı var. Digər sanitar qovşağı da çəkim təqdim edeyim. Gördüyünüz kimi bu sanitar qovşağı da çox genişdir. Qarşıda giriş qapısıdır. Keçirik. Burada da bir otağımızdır. Burada lampa düşüb. Elə bizim bəxtimizdən çəkilişdə lampa düşdü. Burada çox geniş, əla bir otaqdır. Dəyərli müştərilərimiz. Otaqların hamısı genişdir, gözəldir. Qiymət 165.000 manat. Real müştərisinə sahibi tərəfindən endirim olunacaq. Xırdalan şəhərinin tam mərkəzindədir. Heydər Əliyev Parkı, Prospekt yol, bütün yaşayış obyektlər, bazar binanın yaxınlığındadır. Buradan mənzili almağa dəyər. Bugünlük bu qədər. Səhifə takibatı videonu bəyənməyi unutmayın. Dəyərli müştərilərimiz, sağ olun, hələlik.